Bildiyiniz kimi bu günləri Qədr gecəsidir. Bu gecə adi bir gecə deyil. Çox bərəkətli, rəhmət dolu bir gecədir. Bu gecə o gecədir ki, göy aləminin, göylərin yerə ən yaxın olduğu gecədir. Bu gecə o gecədir ki, mələklər yer aləmində olduğu bir gecədir. Yüce Allah Qədr surəsində buyurur da, Bismillahirrahmanirrahim. İnna anzalnahu fi leyletil qadr. Həqiqətən biz onu bu gecədə nazil etdik. Və ma ədraka ma leyletul qadr. Leyletul qadri xayrun min əlfi şəhr. Qədr gecəsi o gecədir ki, 1000 aydan daha xeyirlidir. Söz haqqında bir dənə düşün, 1000 ay hesablayırlar, 84 ilə yaxın. Təsəvvürlə bu gecə gör nə gecədir də. Bu deməkdir ki, bu gecədə edilən bir dənə dua, bir dənə hacət istəmək, bir səcdə, bir tövbə 84 illik ibadətdən daha xeyirlidir. Allah özü Quran-ı Kərimdə buyurdu da. Bir tövbə. Bu gecə Allah Teala'ya yaxınlaşmaq üçün çox böyük bir fürsət olan gecədir. Bu gecənin dəyərini bilək. Bu gecəni çox ibadətlə keçirək. Bu gecəni Allahla münazatla keçirək. Bu gecə dediyi Allah'a yaxınlaşmaq üçün böyük bir fürsət olan gecədir. Allah Teala Quran-ı Kərimdə Bəqərə surəsinin 186-cı ayəsində buyurur. Bir ya Rəsulullah. Bəndələrim məni səndən soruşduqda onlara söylə, mən onlara yaxınam. Onlar dua edib məni çağırsalar, mən onların duasını dərhal qəbul edərəm. Gərək onlar da mənim çağırışımı qəbul etsinlər. Allah bizi səsləyir. Allah ayəsində buyurur ki, ya Rəsulum, bəndələrimə dinən, mən onları çağırıram. Onlar mənim çağırışımı qəbul eləsinlər, mənə iman gətirsinlər. Və sonda buyurur, bununla da ola bilsin ki, onlar doğru yola yetişsinlər. Allahın ayəsində buyurduğu kimi, Allah buyurur ki, mən hər bir bəndəmə çox yaxınam. Demir, xüsusi bəndələr var. Məsələn, iman gətirənlər, çoxlu namaz qılanlar, daim ibadətdə olanlar, onu demir. Allah deyir ki, mən bütün bəndələrimə yaxınam. Hər bir insanın arzusu var, ha? Deyir, mən onun arzularını bilirəm. O qəlbimizdən keçirdiyimiz istəklər var, Allah deyir, mən onları görürəm. Hətta o şuur altında keçirdiyimiz istəklərimiz var, Allah deyir, mən onları da bilirəm. Allah deyir, nə istəyirəm? Bir dənə deyir, mən onları çağırıram axı o bəndələrimi. Bir dənə mənim çağırışımı qəbul eləsinlər, başqa heç nə istəmirəm. Mən onların dualarını, istəklərini dərhal qəbul eləyəcəm. Bir dənə istəyi, o çağırışı qəbul etsinlər bəndələrim. Baxın, hər bir möminin bu həyatdakı məqsədi nədir? Allaha yaxın olmağa. Baxın, inşallah, bugünkü mövzumuz elə bu olacaq. Allaha yaxın olmaq. Sizdən xahişim bu xütbəni dinləyən digər xütbələrdə mütləq gəlsin. Çünki silsilədə ardıcıllıq olacaq. Və Allaha çatmağın ən yaxın yolları. Bir neçəsini deyəcəm, Həzrət Əli əleyhissalam bizə öyrədir onu. Ki, nələr eləyin ki, ey bəndələr, Allaha yaxın olasınız. Birinci deyir, Allaha itaət etmək. Allaha itaət etməklə siz Allaha yaxın ola bilərsiniz. Və buyurur, mömin insan hər cür bütpərəstlikdən, Allaha şərik qoşmaqdan deyir, uzaq dursun. Və buyurur, bütün işlərini yalnız Allah üçün yerinə yetirsin. Həzrət Əleyhisselam hədisində buyurur, deyir, ən yaxşı şey ki, onun vasitəsilə Allaha yaxın olmaq olar. Və buyurur ki, bunlar Allaha və onun Peyğəmbərinə iman bəsləməkdir. Onların buyurduqlarını tam təslim şəkildə yerinə yetirməkdir. Həzrət Əli əleyhissalam buyurur ikincidə, vacibatları yerinə yetirməklə Allaha yaxın olmaq olar. Və Həzrət Əli buyurur ki, Həzrətin nəzərinə görə, namaz qılmaq dinin həqiqətidir. Allaha yaxın olmaq istəyirsən ilk işin, gələ sənin namazın ola. Namaz qılasan,
Sonra Həzrət buyurur davamında ki, əlbəttə vacibatlar deyildikdə tək namaz deyil ha. Məsələn, Ramazan ayındayıq. Oruç tutmaqla sən Allaha yaxın ola bilərsən. Necə oruç tutum? Ramazan ayını dərk edərək oruç tutmaqla. Üzr istəyirəm ha, mən bu sözü Ramazan ayında, cümədə Ramazan ayından danışanda da dedim. Ac qalıb insanların qəlbini qırmaqla sən Allaha yaxın ola bilmərsən. Allah buyurur ki, oruç tut, yaxşı ya Rəbbim, mədəmi oruc elədim. Səhərdən axşama ac qalmışam, bunu üzr istəyirəm artıq dərəcədə. Kişinin oğlu acdır, evdə həyat yoldaşının üstünə qışqırır. Acam, dözə bilmirəm, gedir uşağın üstünə qışqırır. Qəlbim, dostun, tanışın, məscidə gəlir, məsciddəkin qəlbini qırır. Niyə? Acıdır bu. Vallahi billahi, sən bu əməllə Allaha heç cür yaxınlaşa bilmərsən. Mümkün deyil. O da ki, nə də tutduğum oruc da deyil. Nədir? Ona görübsünüz də, gözəl bir söz deyib, sosial şəbəkədə yayılıbdır. Mədə orucu deyirlər. Boş yerə ac qaldı. Allah deyir ki, bəndə mənə yaxın olmaq istəyirsən, Allahı dərk edərək, Allahın buyurduğu kimi oruç tut. Onun vasitəsilə mənə yaxınlaş. Üçüncü, günahın ziyanları barəsində düşün. İstəyirsən Allaha yaxın olasan, günahın ziyanları var. Gələ onun haqqında düşünəsən. Deyir, əgər insan günahın dünya və axirət ziyanları barəsində düşünsə, başa düşər ki, Allaha yaxın olmaq istəyirəmsə, bütün günahlardan uzaqlaşmalıyam. Allaha görə mən günahlardan keçməliyəm. Çünki insanı Allahdan uzaqlaşdıran ilk şey insanın etdiyi günahlardır. Qoymur insan Allaha yaxınlaşsın. İnsan bəzən günah edərkən, üzr istəyirəm, həmən anda o günahın ləzzəti haqqında düşünür. Ancaq onu fikirləşir. Amma o ləzzətin arxasında dayanan bir dənə zəhər var. İnsan o haqda düşünmür. O haqda heç nə fikirləşmir. Günah, görürsən, zahirdə şirin də, amma batində əsl həqiqətə çox acıdır. İmanlı insan, indi gələn qədirdə çalışacağım toxunumda mövzuya. İmanlı insan, Allaha iman gətirən insan, günahdan sonra dərhal vicdanı oyanır. Dərhal ona peşmançılıq gəlir ki, mən neynədim? Mən nə iş gördüm? Bir anlıq ləzzətə görə özümü Allahdan uzaq saldım. Nerə Həzrəti Əli buyurur? Deyir, istəyirsən Allaha yaxın olasan, günahın ziyanlarını günah etməmişdən qabaq düşün. Dərk elə ki, bu etdiyin günahlar səni Allahdan uzaqlaşdıracaq. Hədisində buyurur Həzrəti Əli. Deyir, günahdan sonra insanın qəlbi qaralır. Ruh zəifləyir. İnsanın bərəkəti aradan gedir. Məntiqlə düşün, bir insandır, Allahın xoşu gəlməyən, Allahın haram buyurduğu işi görür və bununla da Allaha yaxın olmaq istəyir. Bu necə ola bilər? Necə mümkündür bu? Baxın, bu bilsin nəyə bənzəyir? Allahım, mən sənə aşiqəm, amma günaha da aşiqəm. Səni də sevirəm, günahı da sevirəm. Məni bağışla, mən gedirəm günah eləməyə. Bu necə olar? Sən bu əməllə necə Allaha yaxın ola bilərsən? Günah edəndə hədislər buyurur. Bir dənə bunu düşün. Mən bu günahı eləyirəm, axı Allah məni seyr eləyir. Sən, mən bir-birimizi görmürük, Allah görür. Allah görür. Hədislər bilsin nə buyurur? Bəndə ki, günah eləyir, Allah Teala həmən anda məyus olur. Ki, axı mən bəndəmi buna görə yaratmamışdım. Hətta mən bir hədisdə oxumuşdum. Bəndə günah eləyəndə Allah Teala mələklərə əmr edir ki, qanadınızla bu görüntünün qabağını örtün. Gör ha. Qoy bəndəmi digər mələklər görməsin, bəndəm xəcalət çəkər. Allah bizim görün hansı halımızı fikirləşir. Amma biz isə bəzən xəlvətdə olduğumuzu düşünürük. Yəni bir-birimizi görmürük. Gedim günahı rahat eləyim. Amma Allah məyus olur o anda. Baxın, sizə bir dənə sual verələr. Ömrünüzün son anıdır. Son nəfəsinizdir. Bununla da qutarır. Bu halda günah eləyərsən,
Hamının cavabı xeyr olacaq, ha? İndi o fürsəti Allah sənə verdi. O son nəfəsə niyə saxlayırsan hər bir şeyi? Sanki son nəfəsindir. Bunu düşün, günahdan uzaqlaş. Daha günahı tərk elə. Çünki hədis buyurur ki, günahın ləzzəti qısadır, amma əzabı nədir? Çox ağırdır. Çox uzun əzabı var günahın. Həzrət Əli əleyhissalam buyurur, deyir, Allaha yaxın olmaq istəyirsən, digər vasitə nədir? Çoxlu səcdə elə. Çoxlu səcdə etməklə deyirsən, Allaha yaxın olacaqsan. Quran-ı Kərimdə ayəmiz var da, deyir, səcdə et, o etdiyin səcdə vasitəsilə Allaha yaxın ol. Baxın, insan övladı torpaqdan yaranıb, ha? Və görün, nə gözəldir, necə bir şeydir ki, Allah deyir, o torpağa səcdə elə, sən o torpağa səcdə eləyirsən, Allah səni ucaldır. Zahirdə görsənən budur ki, sən aşağı düşürsən, əyilirsən, nəm alçalırsan. Amma batində nədir? Tam əksi. Sən alçaldıqca, sən əyildikcə Allah səni ucaldır. Və Allah sənə o anda aşiq olur. Səndən razı olur. Allah Teala Həzrəti Peyğəmbərimizə buyurur, deyib, bilirsən, bəndən mənə nə zaman yaxın olur? Allah buyurur ki, o zaman ki, bəndəm acdır və səcdə halındadır. Sözə bax, Ramazan ayındayıq. Günorta vaxtıdır, hamı orucdur, oruclu halda acsan, get səcdəyə. Şeytanın bağrını partladırsan. Şeytanın bağrını partladırsan, bu halda Allah sənə aşiq olur. Çünki Allah deyir ki, bəndən bu halda mənə daha yaxın oldu. Bəndən mənim istədiyim işləri görür. Digər əməl, ixlas. Muxlis bəndə olmaq. Bilsin nə deməkdir bu? Bütün işi, gücü Allah. Başqa heç nə fikirləşmir. Həyatı bilirsiniz nədir? Allahdır. Allaha görə yaşayır. Bütün əməlləri Allahdır. Buna həm də təslimiyyət deyirlər. İnsan özünü tam təslim eləyir Allaha. Deyir, belə insanlar birisini eləyir, elmlərini Allaha görə istifadə eləyir. Həyatları yalnız Allah yolunda yaşayırlar. Qüdrətləri var, Allah yolunda istifadə eləyirlər. Malik olduqları hər bir şeyi Allahdan bilirlər. Allah da bunları ayə göndərir. Deyir, de, mənim namazım, qurbanım, həyatım, ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. O ixlas, müxlisli bəndələrdir. Belə insan Allaha yaxın olar da. Bir dənə, bax, özümüzə bu halda bir dənə sual verək, bir işi görürsən, deyək ki, bir dənə yardım edirsən insana, bir dənə o halda özün özünə sual ver. Ki, mən bu işi Allah razı olsun deyə eləyirəm, yoxsa insanlar görsün deyə. Çünki bilirsiniz də, yardım eləyəndə şeytan dərhal sənin yanındadır. Vəsvəsəsi oradadır. Ki, duyan da bir dənə, tələsmə, qoy bir 5-10 nəfər də yığılsın, onlar da görsün də, sən iş görürsən axı. Bir göstər də bunu sən eləmsən. Deyir, həmən anda bir yardım ki eləyir sana, bir dənə özünə sual ver. Bu iş Allah üçündür, yoxsa insanlar görsün deyə. Və yaxud deyir, bu sualı ver. Mənim bu gördüyüm yardım, bu işim, heç kim bilməsəydi, yenə eləyərdim. Mən bu işi görərdim. Bu işin, deyir, qaydası bilirsiniz nədir? İxlaslı bəndə olmağın qaydası. Deyir, vaxtını sən Allah yolunda verəcəksən, ömrün bərəkət tapacaq. Bax ha, etdiyin işlərə Allah qarşılıq verir, bu hədisdir. Deyir, vaxtını Allah yolunda ver, Allah deyir, dərhal sənin ömrünü bərəkətli eləyəcək. Malını Allah yolunda verəcəksən, zahirdə azalmalıdır axı, Allah deyir, ruzini çoxaldacaq. Sən bu yandan verdikcə Allah çoxaldacaq. Gənclərə aiddir. Deyir, gəncliyi Allah yolunda sərf elə, qocalanda deyir, nuraniyyət tapacaqsan. Allah sənə nurani bir ömür bəxş eləyəcək. Və buyurur hədisdə, deyir, hər nə iş görürsən, dinən ki, Allahım, mənim bu gördüyüm işlər sənə xatirdir. Mənə lazım deyil ki, bəndələr mənə təşəkkür eləsin, bəndələr mənə sağ ol desin. Mənə lazım olan Allahım, mən bu işi gördüm, sən mən bu işimi qəbul elə.
Sən mənim bu işimdən razı qal. Çünki mənim istəyim budur. Deyir, belə eləsən, sənin yuxun ibadət olacaq. Etdiyin iş ibadət olacaq. Susmağın, danışmağın hamısı ibadət olacaq. Deyir, Allah hamısına ibadətin savabını yazacaq. Niyə? Sən bir adım Allaha tərəf addım attın. Allah dərhal onun əvəzini qaytarır. Sonra buyurur, deyir, istəyirsən Allaha yaxın olasan, müstəhəbləri yerinə yetir. Biraz da müstəhəblərlə məşğul ol. Çünki deyir, müstəhəb əməllər insanı Allaha yaxınlaşdırır. Allahın məhəbbətinə səbəb olur. Baxın, biraz buna toxunum. Necə gözəldir? Gecə namazı. Çox gözəldir. Allah Teala buyurur ki, bəndəm gecə namazı qıl. Amma deyir ki, bəndəm mən sənə əmr eləmirəm. Sadəcə deyirəm, gecə namazı qıl, müstəhəbdir. İxtiyara buraxmışam sənə. İstəyərsən qılarsan, istəmərsən qılmarsan. Ona görə səni sorğu-sual eləməyəcəm. Amma hədis deyir ki, gecə namazı qılmaq Allaha olan sevginin göstəricisidir. Həqiqətdə, insan öz sevdiyinə tək qalmaq istəyir. Bax, Allah bizim aşiq olduğumuzdur, sevdiyimizdən. Allahla tək qalmaq istəyirsən, gecə namazı qıl. Gecə oyan. Bax, gecənin bir aləmi, sakitçilik, hər kəs yatır, o gecə namazın vaxtı o yuxunun şirin olan vaxtıdır da. Həmən vaxtı qalxırsan, durdun bir dəst namaz aldın, can namazını sərdin, getdin səcdəyə. Ya Rəbbim, hər kəs yatıb, mən qalxdım sənə görə. Allahım, gəlmişəm sənin qapıva səndən dərdləşməyə. Allah deyir, mənim istədiyim bəndə budur. Mənim istədiyim bəndə, bax bu bəndədir. Mənə görə yuxunu da qoydu qırağa. Mənə aşiqdir, mənlə xəlvətdə qalmaq istəyir. Sonrasına baxı. Allahın cavabı var. Bunlar hamısı hədis deyir. Allahın cavabı var. Bəndə xoş gəlibsən. Nə hacətin var? Nə istəyirsən? Allahım, plan hacətlərim var. Allah mələklərinə buyurur, bəndə münacətlərini ver. Bir alim idi, Ayətullah adı yadından çıxdı. İmam Sadiqdən gətirir özdə bu hədisi. Bir insan ki, gecə namazı qıla, səhər durub ruzidən şikayət elə yalancıdır. Baxa. Mümkün deyil, sən gecə namazı qılasan, Allahdan ruzi istəyəsən, səhər durub deyəsən, mənim ruzim yoxdur, mümkün deyil. Sən səhər oynanda Allah sənə ruzi verir artıq. Ona görə Allaha yaxın olmaq istəyirsənsə, gecə namazı qıl. Allah Teala Quranda buyurur, deyir, o bəndələrimdir. Öz yataqlarını tərk eləyərlər, qorxu və ümid içində Rəbbinə dua eləyərlər. Bax, belə insan Allaha aşıq olar da, belə insan Allaha yaxın olar da. Sonra buyurur, deyir, Əhl-i Beyt əleyhissalama məhəbbət göstərmək, Əhl-i Beytə aşıq olmaq. Bu əməl, deyir, insanı Allaha yaxınlaşdıracaq. Çünki hədis var. Deyir, bir bəndə ki, Əhl-i Beytə aşıq ola, Əhl-i Beyti sevər, həmən bəndəni Allah sevər. Həmən bəndəyə Allah aşıq olar. Qiyamətin günündə insandan sorğu-suallar olacaq. 4 şeydən biri budur. Əhl-i Beytə aşıq idin, Əhl-i Beyti sevirdin, cavabın müsbətdirsə xoşbəxt bir insansan, bəxtəvər bir insansan. İnşallah bu xütbənin davam olacaq Allahın izni ilə. İnşallah biraz Qədir gecəsinə ilə toxunaq. Bu gecə insanın taleyinin həll olunan gecəsidir. Bu gecədə alimlər buyururlar, insanın bir illik qədəri, insanın ruzisi, insanın ömrü, hadisələr hamısı bu gecə təqdim olunur. Bu gecə vallah, billah, yenə təkrar edirəm, Allah şahidim olsun, dəhşətli bir gecədəyik. Çox dəhşətli bir gecədəyik. Və bu gecə, bax, sənin bir duan vasitəsi ilə bir xəstə bəlkə də şəfa tapar. O qədər mühüm bir gecədir. Bir bəndənin ruzisi artar sənin duavın vasitəsi ilə. Bir nəfərin günahı silinəcək, bir bəndənin tövbəsi qəbul olunacaq. Bu gecə bilirsiniz nələr əldə edə bilərik. Bir dənə dua ilə. İndi özümüzə sual verək. Nə qədər problemimiz var da, hansı siyahıda olmaq istəyirsən?
Nə qədərimizin ruzi sıxıntısı var, nə qədərimizin evində xəstəsi var, nə qədər günahlarımız var, nə qədər problemlərimiz var. Vallah, billah, bu gecə o gecədir ki, bu gecədə hamısını həll eləmək olar. Çox asandır, çox rahatdır. Bu gecə əlimizi qaldırmasaq ilahi dərgahı, nə vaxt qaldırarıq? Da Allah bizə o fürsəti verdi da bu gecə. Bu gecədə bizi yaşatdı, bu gecəni bizə nəsib elədi. Unutmayaq ha, keçmişi dəyişmək olmaz da, keçmiş çıxdı, bitdi. Amma gələcəyi bu gecə dəyişə bilirsən. Bu gecə o fürsəti verib Allah bizə. Bəlkə də mən deyərdim, Allah bizi bu gecəyə çatdırmaqla, birisi bizə nə demək istəyir? Bəndəm, sənin üzvə hələ qapım açıq da, narahat olma. Səni ki, mən bura çatdırdım, qapı açıqdır, gəl. Allahın dəvəti var. Allah deyir, gəl, istəklərimi mənə dinən, hacətlərimi istə, mən sənin hacətlərimi verim. Bu gecə biraz dua eləyək. Allahdan istəyək ki, Allahım, yazacağın qədər ki var bu gecə ki, qədərlərimiz yazılacaq. Allahım, bizim qədərimizi bu gecə xeyirli yaz, bərəkətli yaz. Allahım, bizim adımızı bu gecə bədbəxtlərin sırasında yazma. Allahım, bu gecə adımızı bəxtəvərlərin sırasında yaz. Allahım, bu gecə ruzilər yazılır. Sən vəd veribsən ki, Qədir gecəsində bəndələrimin ruzisini yazacağam. Allahım, səndən istəyirik bu gecə ruzilərimizi geniş yaz. Allahım, bu gecədə ömrümüzü xeyirli yaz. Və bu gecədə bilirsiniz, həm də sınaqlar yazılacaq. Bir illik sınağımız yazılacaq. Allahım, səndən istəyirik ki, sən ki bizə bu gecədə sınaqlar yazacaqsan, o sınaqların yanında səndən istəyirik bizə səbr yaz. Ki səbrimiz olsun, o sınaqlardan uzaq çıxa bilək. Allahım, bu gecə əllərimizi əli boş qaytarma. Bu gecə qəlblərimizi qırıq qaytarma buradan. Allahım, atalarımız, analarımız, bacılarımız, qardaşlarımız, əzizlərimiz, Allahım, səndən istəyirik onların günahlarını bağışla. Dünyasını dəyişənlər var. Bəzilərimizin valideyni dünyasını dəyişib, qardaş, bacısı dünyasını dəyişənlər var. Allahım, səndən istəyirik onların günahlarını bağışla. Onları bu gecə cənnətlə müjdələ. Allahım, bizim adımızı bu gecə səndən ən çox istədiyimiz şeydir. Allahım, bu gecədə adımızı bağışlanan bəndələrin sırasına yaz. Allahım, qədərimizi cənnətə doğru yaz. Peyğəmbər və ali Peyğəmbərə səlavat zikr edək.